Bismillahirrahmanirrahim. Elhamdülillah kema huve ehluh ve sallallahu ala Resulillahil emin ve ala alihi tahirin ve la'nu daim ala a'daihim ecma'in ila yevmiddin. Selamun aleyküm, hər vaxtınız xeyir olsun. Mübarək Ramazan ayında hər birimizin ibadət taatlərimizin qəbul edilməsini Yüce Allahdan təmənna edirəm və dünən söz verdiyimiz kimi bu gündən etibarən Həzrəti Əli əleyhissalamın şəhadət yatağında buyurduğu vəsiyyəti sizlərlə bölüşəcəm. Və dünənki söhbətimizdə qeyd elədik ki, Quran-ı Kərim və Əhl-i-Beyt bir-birindən ayrılmaz, bir-birinə bağlı olan iki mühüm ilahi əmanətdir. Həzrəti Rəsulullah dünyasını dəyişən zaman buyurdu, mən dünyamı dəyişirəm, amma sizin aranızda iki ağır əmanət qoyuram. Biri Quran, biri isə Əhl-i-Beytdir. Bunlar mənim Kəvsər hovuzunun yanında mənə çatana qədər bir-birindən ayrılmazlar. Ki, dünənləri barədə müəyyən qədər danışdıq. Və bu gündən etibarən inşallah Həzrət Əli əleyhissalamın o vəsiyyətini oxuyacam və bunun Quran-ı Kərim əsaslı olmasını sizlərlə bölüşəcəm ki, hər birimiz üçün faydalı olsun. Belə ki, oxuyuruq. Və min vəsiyyətilləhu aleyhissalam lil-Həsəni vəl-Hüseyn aleyhimussalam ləmmə darabahu İbn-i Mulcam lənəhullah. Bu vəsiyyət Əli əleyhissalamdandır. İbn-i Mulcam lənətullah aleyh Həzrəti zərbət deyəndən sonra İmam Həsən və İmam Hüseyn əleyhissalatu vəssalama buyurduğu vəsiyyətdir. Deməli, bu vəsiyyət bir neçə cür hədis kitablarında keçir ki, əvvəl Həzrət Əli əleyhissalam öz etiqadını deyir ki, Allahdan başqa heç bir məbud yoxdur, Muhammed onun rəsuludur, qiyamət haqdır, təməl usulüddin barədə öz şəhadətin deyir və ondan sonra buyurur ki, usikuma bi təqvəllah. Həzrət Əli əleyhissalam vəsiyyətinə belə başlayır. Sizin ikinizə təqvanı tövsiyə eləyirəm, təqvalı olun. Və həmən vəsiyyətin növbəti hissəsində yenə də Həzrət Əli əleyhissalam buyurur. Usikuma və cəmiə vələdi və əhli və mən bələğəhu kitabi bi təqvəllah. Buyurur, sizin ikinizə, yəni İmam Həsən və İmam Hüseyn sizə və bütün övladlarıma, ailəmə və mənim bu məktubum, mənim bu vəsiyyətim çatacaq, hər kəsə vəsiyyət eləyirəm. Nəyi? Bir təqvəllah, təqvalı olsunlar. Təqva, gördüyümüz kimi, Həzrəti Əli əleyhissalamın birinci vəsiyyətidir. Bu mübarək vəsiyyətnamədə iki yerdə Həzrəti Əli əleyhissalam təqvadan söhbət açır və bu təqvanın əhəmiyyətin vurğulayan bariz bir deməli məqamdır. Təqva nədir? Təqva barədə biz Quran-ı Kərimdən və hədislərdə çox şəkildə eşitmişik və mən də bir neçə Quran-ı Kərimin ayəsini seçim sizə oxuyum və qısa olaraq təqvanın izahını sizlərlə bölüşüm. Birinci mübarək Ənfal surəsinin 29-cu ayəsində Uca Rəbbimiz buyurur, Ya əyyuhəl-ləzinə əmənu in təttəqullah yəcəlləkum furqanən. Buyurur, ey iman gətirənlər, əgər təqvalı olsanız, Allah sizin üçün furqan verər. Haqla batil arasında seçim eləmək qüdrəti, düzlə yaxşını, düzlə əyrini, yaxşı ilə pisi bir-birindən fərqləndirmək istedadını verər. Və yukaffir ankum sayyiatikum və sizin pisliklərinizin üstünü örtər. Və yaghfir lakum və sizi bağışlayar. Vallahu zul fadlil azim. Həqiqətən Allah böyük fəzl sahibidir. Göründüyü kimi təqvanın burada 3 dənə xüsusiyyəti sayıldı. Əgər təqvalı olsanız, sizə düzlə pisi, düzlə yaxşını, əyrini bir-birindən fərqləndirən xüsusiyyət verərəm, günahlarınızın üstünü örtərəm və sizi bağışlayaram. Bu birinci ayə. İkinci ayə yenə də Quran-ı Kərimdə deməli Ali İmran surəsinin 120-ci ayəsidir və bu ayədə də yenə də mühüm ictimai bir tərəfə toxunur. Belə ki, hər bir insanın həyatda mümkündür, həqiqəti dediyinə, həqiqət söylədiyinə görə müəyyən qruplar, insanlar düşmən mövqeyindən çıxış eləyə bilərlər və insan üçün müxtəlif məkirli planlar çəkə bilərlər. Ayə buyurur ki, və in təsburu və təttəqu, əgər səbirli olsanız və təqvalı olsanız, la yadurrukum keyduhum şeyən, onların sizə, yəni o düşmənlər ki, sizin əleyhinizə plan çəkirlər, onların planlarının sizə heç bir ziyanı ola bilməz. Onlar sizə heç bir ziyan vura bilməzlər. Bu təqvanın növbəti bir faydası.
Üçüncü ayə mübarək Qurani Kərim Bəqərə surəsi 194-cü ayədir. Vəttəqullah va'lamu innallaha ma'al muttaqin. Təqvalı olun və bilin Allah təqvalılarladır. Təqvalılarla birgədir. Nə zaman Allah insanla olur? İnsan təqvalı olarsa əgər. Və növbəti mübarək bir ayə yenə də Ali İmran surəsi 76-cı ayədir. Uca Rəbbimiz buyurur ki, "Fəinnallaha yuhibbul muttaqin." Şübhəsiz Allah təqvalı insanları sevir. Bu qeyd elədiklərimiz təqvanın əhəmiyyəti barəsində elə bilirəm mühümdür. Amma daha mühüm deməli 2-3 məqamı sizlərlə bölüşmək istəyirəm. Deməli, insan həyatı boyunca çox işlər görür. Yaxşı işləri olur, namazı, ibadəti, itaəti, bu və digər formada yaxşı əməlləri ola bilir. Olur, əlhamdülillah. Amma hansı qəbuldur? Qəbulun ümumiyyətlə meyarı nədir? Bizim bütün elədiklərimiz qəbuldurmu? Xeyr. Həzrət Əli əleyhissalamdan bu barədə bir kəlam var. Həzrət buyurur, əgər insanlar görsəydilər onların əməlləri necə geri qaytarılır, qəbul olunmur, insanlar məyus olardılar. Bəs insanın əməllərinin qəbul olunmasının meyarı nədir? Uca Rəbbimiz Maidə surəsinin 27-ci ayəsində buyurur ki, İnnəmə yətəqəbbəlullah minəl muttəqin. Allah yalnız təqvalılardan qəbul edir. Əgər bir insan təqvalıdırsa, onun kiçik əməli böyük kimi qəbul ediləcək. Yox, əgər bir insanın təqvası yoxdursa, böyük əməli də əhəmiyyətsiz olacaq. Həbən mənsura Qurani Kərimin ifadəsi ilə desək, toz kimi dağ formasında, amma toz olub aradan gedəcək. Deməli, insanın əməllərinin qəbulu onun təqvasının dərəcəsindən asılıdır. Əgər insan təqvalıdırsa, əməlləri qəbuldur. Təqvalı deyilsə, onun əməlləri qəbul deyil. İkinci ayə Hucurat surəsinin 12-ci ayəsidir. Ayə buyurur, İnnə əkrəməkum indəllahi ətqakum. Sizin Allah yanında ən dəyərli olanınız təqvalı olanınızdır. Təqva insanın Allah yanında dəyərin, məqam və mənzilətin bildirir. Bu ikinci ayə və üçüncü ayə Ərəf surəsinin 155-ci ayəsidir ki, oxuyuruq və rəhməti vəsiət kulli şeyin fəsəəktubuha lilləzīnə yettəqun. Buyurur ki, mənim rəhmətim hər şeyi əhatə eləyib və bu rəhmətim kimə şamil olacaq? Yalnız səəktubuha lilləzīnə yettəqun. Biz onu təqvalı insanlara yazacağıq. Yəni təqvalı insanlar ilahi rəhmətdən faydalana biləcəklər. Təsəvvür edirsiniz, ilahi rəhmətin şərti təqvadır. Əməllərin qəbul şərti təqvalı olmaqdır. Allah yanında dəyərli olmağın şərti, meyarı insanın təqvalı olmasıdır. Düşmənlərin insana zərərinin qarşısını alan mühüm sipər insanın təqvasının olmasıdır. Allah yanında insanın günahlarını örtən, bağışlatdıran amil təqvadır. Bunlar nə qədər önəmlidir. Bir adam fikirləşə bilər ki, bunlar axirətlə bağlı olan məsələlər. Təqva insanın dünyasına təsir edir. Bizim ən çox narahat olduğumuz problemli tərəfimiz ruzi tərəfidir. Hamı ruzisindən narahatdır. Olan da, olmayan da, hamı nigarandır. Və bu həssas nöqtə olduğuna görə bir çox fırıldaqçı insanlar da insanları bu həssas yerindən istifadə edib, şəxsi maraqları üçün istifadə edirlər. Məsələn, bir adam gəlir, deyir ki, mənim ruzi problemim var. Ona götürür, tutaq ki, hansısa bir Qurani Kərim ayəsini və yaxud hansısa bir ayəni və yaxud ümumiyyətlə mənşəyi məlum olmayan bir yazını verir as üstündən. Amma onunla insanın ruzisi artmaz. Əgər bir insan Qurani Kərimin bütün özü, nəinki bir ayəsini, 3 ayəsini, Qurani Kərimi bütünlüklə özü üzərində gəzdirsə, əgər təqvası olmasa, onun ruzisi olmayacaq. Ruzisi olmuş olsa belə, daha doğrusu, malı olmuş olsa belə, mülkü olmuş olsa belə, bərəkətsiz və faydasız olacaq. Yolu nədir? Təlaq surəsinin 2-ci və 3-cü ayəsində oxuyuruq. وَمَنْ يَتَّقِ اللَّهَ يَجْعَلْ لَهُ مَخْرَجًا. Buyurur, kim təqvalı olarsa, Allah ona məxrəc, yəni çıxış yolu verəcək. Düşdüyü çətinliklərdən çıxış üçün şərait yaradacaq ona. Və yərzuquhu min heysu la yəhtəsib. Və düşünmədiyi, gümanı gəlməyən yerdən ona ruzi verəcək. وَمَنْ يَتَوَكَّلْ عَلَى اللَّهِ فَهُوَ حَسْبُهُ. Və kim Allaha təvəkkül eləyərsə, Allah kifayətdir. Görürsünüzmü? Yəni əslində ruzi ayəsi budur. Bir insan qeyd olunan ayəyə əməl eləyərsə, Allah ruzi qapılarını onun üzünə açacaq. Bir insan təqvalı olarsa, Allah ruzi qapılarını açacaq. Əgər bir adam təqvasız olarsa, o zaman ruzi qapıları onun üzünə bağlanacaq
və yaxud da əlində olan malı mülkü olacaq, amma onun bərəkəti olmayacaq. Elə bilirəm, saydığım ayələr təqvanın əhəmiyyəti üçün bəs eləyir. Yaxşı, sual verək ki, bəs təqva nədir? Təqvanı necə əldə edə bilərik biz? Təqva insanın ruh halıdır, belə demək mümkünsə. Yəni, təqvalı insana misal deməli olsaq, belə bir misal demək olar. Məsələn, bir adam sürücüdür, sürücü, məsuliyyətli sürücü, təqvalı sürücü yola çıxdığı zaman sürət həddinə riayət edir. Sağından, soluna, arxadan, öndən gələn maneələrə diqqət edir. Və mümkün qədər çalışır ki, öz üzərinə düşən məsuliyyətləri doğru düzgün yerinə yetirsin ki, mənzil başına salamat çata bilsin. Bu insana deyirlər təqvalı insan. Yaxud tikanlı və yaxud da yerdə bir maneə var, məsələn, hansısa bir formada insanın ayağına bata biləcək problemli bir yerdir. Oradan insan necə ehtiyatlı keçir? Həmən o ehtiyatlı keçiş halına deyirlər təqvalı. Sual verilə bilər ki, axı belə də yaşamaq olar, adam narahat olar, sıxılar, nigaran olar. Əvvəla, əgər bu halı biz canımıza hopdurandan sonra bu çox asan olacaq. Necə ki, maşın sürə bilməyən adam maşın sürən insanlara qibtə eləyir ki, sən necə eyni anda həm rolu idarə eləyirsən, həm böyürdəki ilə danışırsan, həm deyək o pedallar deyirlər də, o pedalları nizamlayırsan, güzgüyə baxırsan, nə bilim birinə salam verirsən, bir anın içərisində bir neçə işi görürsən. Halbuki o sürücü üçün çox çətin deyil. Artıq onu canına hopdurub deyə buna çətin gələn iş bunun həyat tərzidir. Çox rahat şəkildə bunu icra eləyir. Hətta bəzən nə qədər təhlükəli olsa da o professional şoförlər deyir ki, mən rol arxasında yuxumu alıram. Düzdür, bu düzgün iş deyil. Amma bir həddə də indi o da hansısa formada yolun tapıbdır. Həmin o hal insan, təqva halı əgər insanda formalaşırsa, insan nigaran olmur. Bu bir. İşin ikinci tərəfi. O, elə sürücüdən misal demişik, ona görə davamını da ondan deyək. O sürücü əgər məsuliyyətli adamdırsa, ağlı başında olan adamdırsa, başa düşür, əgər mən burada yatsam, sürət həddini aşsam və yaxud da sağa sola diqqət eləməsəm, ən azından mənim maşınım əziləcək, xərcə düşəcək. Və yaxud da öz canım təhlükəyə düşəcək və həyatımdan olacam və yaxud da şikəst olacam. Bundan da ötəsi, məsələn, sərnişin var maşında, sərnişinlərə problem yaşaya bilər, həyatlarını itirə bilərlər, çətinlik yarana bilər və s. Bunu başa düşən, hesablayan sürücü işində daha diqqətlidir. Burada nə var ki? Təqvalı insan Allahın insan üzərində təyin elədiyi hökmlərə diqqət eləyən adama deyirlər. Yəni, gündəlik həyatımızda biz hər gün, hər an yerimizdən qalxandan ta yerimizdə yatan, yuxud aparana qədər biz bu yolda, o sürücü kimi yoldayıq. İnsan ayıldığı zaman sübh azanında, ayıldı birinci imtihanı burada. Təqvalı insanın birinci imtihanı buradan başladı. Sübh azanında mən namazı vaxtında qıldım, qılmadım. Təqvalı insan dərhal durur namazını qılır ki, mənim vəzifəmdir, ilahi vəzifəmdir. Ondan sonra məsələn tutaq ki, işə gedir. İşə gedən zaman yolda başqasına maneə yaratmadan, problem yaratmadan sakitcə gedir. Bunun ikinci imtihanıdır və bu imtihandan uzaq çıxır. Gedir iş mühitinə və yaxud da evdar adamdır, səhər açılır, işin gücün görür, qonşu gəlir, dost gəlir, qardaş gəlir. Məsələn, orada bilirsən kiminsə söhbəti açıldı. Burada deyir ki, sənlə burada başqasının söhbətini danışma, mənim ehtiyacım yoxdur. O kiminsə şəxsi həyatı mənə maraqlı deyil. Təqvalı insan belə eləyir. Amma təqvasız insan deyir ki, başqa da nə var, nə yox. Başqa nə var, nə yoxla əlavə bir söz söhbətlərin yaranmasına və bütün bunlar insanın ruh halının, mənəvi aləminin ab-havasının xarab olmasına səbəb olur. Bu öz yerində əməlləri qəbuluna mane yaranır, düşmənlərin bunun üzərində qələbəsinə şərtlənir, ruzisinin azalmasına səbəb olur. Bu və ya digər formada təqvalı insan Allah məndən nə tələb eləyir, o meyarla yaşayan insandır. Uzağı görən, daha dərin şeyləri nəzərdə tutan insandır. Məsələn, bunu da deyim sözüm tamam. Tutaq ki, məni bir toya dəvət eləyiblər. Baxıram bu toya getdim. Burada halal haram gözlənilmir, naməhrəm məhrəm gözlənilmir. Bu və bütün ilahi hökmlərin hamısı ayaq altındadır. Mən bura gedim, necə gedim? Getsəm əgər təqvaya uyğun deyil. Getdimsə deməli mən təqvalı deyirəm. Təqvanın şərtini pozdum. Getməsəm inciyəcək. Qoy incisin. Gedəndən onun razılığı 1 saat, 2 saatlıqdır. Amma o getməyimin acı nəticəsi mənim əbədi aqibətimdə çox acı pis təsirlərin qoyur. Mən getməsəm belə dilə tutaram, toydan məsələn əvvəl toydan sonra gedərəm,
necə deyərlər, mübarək olsun deyərəm, ondan kömək olaram, dəstək olaram hansısa bir formada. Bununla onun könlünü şad eləmək olar. Nəinki Allahın qəzəbin qazanıb insanların razılığını almaq. Ən bədbəxt adam bu adamdır ki, Allahın razılığın başqalarının narazılığına satır. Və yaxud da başqalarının razılığın Allahın qəzəbi ilə dəyişdirir ki, bu olmaz. Əli əleyhissalam da buyurur ki, mənim övladlarım, mənim sizə, ailəmə, bütün mənim məktubum çatacaq hər kəsə vəsiyyətim budur. Birinci təqvalı olsunlar. Və mübarək Ramazan ayının orucu təqva yaranması üçündür. Ya eyyuhəllezine amenu kutiba aleykumus siyam kema kutiba alellezine min qablikum la'allakum tettaqun. Ey iman gətirənlər, oruc sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi sizə də vacib edildi ki, təqvalı olasınız. Yəni sizdə o ruhiyyə yaransın, sizdə imtina ruhiyyəsi yaransın, sizdə özünüzün insan olaraq bütün ətrafınıza, yeyəcəklərinizə, içəcəklərinizə, dilinizə nəzarət, hakimiyyətiniz olsun ki, insan sübh azandan şam azanına qədər ona halal olan şeyləri özünə haram eləyir, yemir. Yəni normalda bir insan gedər evdə çay içər, çörək yeyər, digər işləri görər. Görmürsə bu insanın özünə qalibliyinin göstəricisidir ki, mən yeməyimin, qarnımın və s. əsiri deyiləm. Və bu təqva halıdır ki, Həzrət Əmr əleyhissalam buyurur, sizə tövsiyəm budur, təqvalı olasınız. Allah inşallah hər birimizi təqvalı bəndələrindən qərar versin inşallah. Allah əziz şəhidlərimizi, valideynlərimiz, haqqı üzərimizdə olanların hamısını mübarək ayda qərq rəhmət eləsin. Allah bizi bizdən sonraki varislərimizi salihlərdən qərar versin. Allah Muhammed al-Muhammed ehtiramını dünyanın hər yerində bəşəriyyəti müsəlmanların əleyhinə, onların aramlığının pozulmasına plan çəkənlərin, məkirli iş görənlərin hər birinin planların öz sinələrində məhbus eləsin. Allah vətənimizdə, ümumi dünyada sülhə, əmniyyəti bərqərar eləsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.